Belə ki, nəql olunan rivayətdə o Həzrətin belə buyurduğu qeyd olunur. Təfəkkür saatin, bir saat düşünmək, təfəkkür etmək 60 il ibadətdən xeyirlidir, əfzəldir. Xayrun min ibadəti 60 sənə. Bir saat düşünmək 60 il ibadətdən əfzəldir. Hansı düşünmək və hansı ibadətdir ki, 60 ilin ibadəti ki, bir saat düşünmək o ibadətdən, 60 illik ibadətdən əfzəl ola bilər, ola bilsin. Çünki bəzən rast gəlirik, bir çox insanlar olur, təəssüflər olsun, bunu yanlış başa düşürlər və yaxud özlərinə sərf etdikləri kimi bəzi hədis rivayətləri ki, eşidirlər və özlərinə sərf etdikləri kimi yozurlar, vacibləri tərk eləməklərinə, haramlardan çəkinmədiklərinə ki, özlərinə bir bəhanə düzəldirlər. Sanki yəni bu hədis rivayətdən bəhanə yontub düzəldirlər özləri üçün. Ki, niyə ibadətin yox, niyə məsələn mübarək Ramazan ayında niyə oruç tutmursan, küçədə yeyib gəzirsən filan. Xəstəliyi bəhanə eləyir, dalınca da deyir ki, bəs hədis var ki, bir saat düşünmək 60 il ibadətdən əfsəldir. Mən evdə kitab oxuyuram, mən kitab oxuyandan sonra düşünürəm. Elə şeylər barəsində düşünürəm mən ki, bəlkə Allah Teala nəzərində önəmlidir bir saat düşünmək. Bu kimi. Əvvəlcə hansı ibadət nəzərdə tutulur ki, bir saat düşünmək ondan üstün olsun? Vacibi ibadətlər yox. Müstəhəb ibadətlər. Bəli, elə düşünməklər var ki, müstəhəb ibadətlərdən xeyirli olsun, əfsəl olsun. Və buna aydınlıq da gətirərik biz, inşallah ki. Hədislərdə oxuyuruq, hədis rivayətlərdə Əbu Zər Qəffarinin, Allah rəhmət eləsin, böyük səhabə, onun ibadətinin, yəni müstəhəb ibadətinin əksəriyyəti düşünməklə, bir guşəyə çəkilib düşünməklə keçərmiş. Və sual edəndə də deyərdi ki, düşünmək axirətin yolunu tapmaqda insana kömək edir. Dəlilun əla təriqil cənnə. Ki, insan bir çox məsələlərin həllini, çətin məsələlərin həllini düşünməklə, tələsməməklə, bir para işləri görməklə yox, oturub bir neçə dəqiqə, bir neçə saat, bir saat düşünməklə görərsən ki, böyük-böyük bir məsələlərin yolunu, həllini tapır. Ki, baxıb görsən nəticədə, bəli, çox-çox işlərdən üstün bir əməl oldu düşünmək. İmam Sadiq əleyhissalatu vəssalam bəzən olurdu ki, gecə namazına durub dəstəmaz alarkən, həyətdə dəstəmaz alarkən başını qaldırıb səmaya baxardı, göydə ulduzlara, aya baxardı və düşünərdi. Təfəkkür eləyərdi. O qədər düşünərdi ki, az qalardı ki, bəli ki, sübh əzanı yaxınlaşsın. Ki, artıq ki, yəni sübhün nafilə zamanı, sübh əzanının vaxtı ta o vaxta qədər bəzən olardı ki, düşünərdi, təfəkkür eləyərdi. Allah Qur'an-ı Kərimdə möminləri tanıtdırarkən, həqiqi möminlərdən söz açarkən, onların xüsusiyyətləri ki var, bir də bu xüsusiyyət ki, əl-ləzīnə yətəfəkkərunə fi xəlqis səmavati vəl-ərd, əl-ləzīnə yəzkurunə Allaha qiyamən və qu'udən və əla cunubihim. Üzrüstən, bəli, o kəslər ki, ayaq üstə oturan yerdə, uzanan yerdə Allahı zikr eləyərlər, xatırlayarlar, yada salarlar. Və yətəfəkkərunə fi xəlqis səmavati vəl-ərd. Göylərin və yerlərin yaranmasında təfəkkür eləyərlər, düşünərlər və deyərlər, Rabbana ma xaləqtə hazə batilə. Allah, pərverdigarı aləm, sən bunları əbəs yerə, boş yerə yaratmamısan. Subhanəkə fəqina əzabənnar. Paksan, münezzehsən ey Allah və bizi cəhənnəm əzabından qoru günah.
Bəli, düşünərlər. Onlar təfəkkür sahibidirlər, düşüncə sahibidirlər, düşünmək. Hansı düşünmək 60 il ibadətdən əfsəldir? Nəyə görə İmam Sadiq əleyhissalatu vəssalam belə buyurubdur? Və o cümlədən Həzrət Peyğəmbər əleyhissalam əfzəlul ibadə, ən üstün ibadətləri sadalayarkən Həzrət Peyğəmbər əleyhissalam buyurubdur ki, bir hədisdə ən üstün ibadətlərdən biri təfəkkürdür, düşünməkdir. Düşünmək ən üstün ibadətlərdən sayılır, hesab olunur. Dəyərli izləyicilər, düşünmək nəyə bənzər? Əvvəla onu deyək ki, düşünmək sanki bir kəsin güzgü qarşısında qalıb özünə diqqət etməsinə, baxmasına bənzər. Ola bilsin, insan bahalı libaslar alar. Çox zinətli, çox qiymətli, bahalı libaslar alar. Və bir neçə dəqiqə çəkər onun bəzənməsi, onun geyinməsi, geyinib keçinməsi. Bir saat. Adam var, bəli, bir saatdan çox onun geyinib keçinməsi çəkir. Görsən ki, geyinibdir libasların, bəli. Amma gəlib bir an, bir dəqiqə, 5 dəqiqə güzgü qarşısında qalıb özünə diqqət edəndə, baxanda öz libasında olan bir neçə qüsurları görə bilir ki, bəli, yaxası büzrə qalıb, ya filan yerdə bir ləkə var. Bu libas ona uyğun gəlir, gəlmir. Onun hamısını ayna güzgü qarşısında insan görərkən, yəni o 5 dəqiqə, 1 dəqiqə qalmaqlı görürsən ki, saatlarla geyinməyi, ondan geyinməkdən üstün bir iş oldu. İnsanın düşünməyi də o cürə. İnsan ayaq saxlayıb düşünəndə, təfəkkür edəndə insan bütün aqibətini yaxşı mənada dəyişdirə bilər. Amma hansı düşünmək 60 il ibadətdən əfsəldir? O düşünmək ki, onun nəticəsi ali olar. Onun nəticəsi Allah istəyən bir nəticə olar. Onun nəticəsi Allahın razılığına tərəf insanı çəkər. O düşünmək ki, onun nəticəsi insanı bataqlıqdan çıxardar, insanı paklanmağa vadar eləyər. İnsan hidayət olunar. Hər hansı bir düşünmə yox. İnsan var, bütün gecəni oturub düşünür ki, sabah hansı işləri görüm, filankəsi necə alladım, necə eləyim ki, heç ruhu da inciməsin, filankəsin əlində olan malının əlindən alın. Müəyyən bizliklər, haram yeməkdən ötəri, oğurluqdan ötəri, İraq müxtəlif cinayətləri törətməkdən ötəri oturub düşünürlər, planlar cızırlar. Bu cür düşünməklər yox, əlbəttə. Bir saat düşünmək 60 il ibadətdən əfsəldir. Hansı düşünmək? Bu çox önəmlidir. Mən tarixdən 2 nəfərin düşünməyi haqda. Biri uğursuz, biri isə bəli, Allah istəyən, nicat verən, həmən o cürə düşünmək ki, 60 il yox, bəlkə 60 min il ibadətdən əfsəl bir düşünməkdir. O hansı düşünməklərdir? O ki, uğursuz dedik, Ömər ibn Səd ibn Əbi Vəqqas adındakı bəli bir şəxs Kərbəlada Ubeydullah ibn Ziyad məlun tərəfindən ki, göstəriş almışdı. O ordunun, böyük bir ordunun komandanı idi. İmam Hüseyn əleyhissalatu vəssalamın üzərinə hücum çəkmişdi. Tanıyırdı kimdir? İmam Hüseyn əleyhissalam Peyğəmbərin sallallahu aleyhi və aleyh. O Həzrətin ciyərparəsidir. Hüseynun minni və ənə min Hüseyn. Hüseyn məndəndir və mən də Hüseynnənəm deyirdi. Allahım Hüseyni sevəni sevginə. Peyğəmbər əleyhissalamın bu sözlərin Ömər ibn Səd çox gözəl bilirdi və düşündü. Ona bu əmr göstəriş gələndə ki, İmam Hüseyn əleyhissalamın qarşısını alsın. Onu ya tutub əsir gətirsin, təhvil versin, göndərsin ki, yəni İbn Ziyada təhvil versin, Yezidin huzuruna aparsınlar ki, təslim olmasa onu qətlə yetirsin. Peyğəmbər əleyhissalamın ciyərparəsini, cənnət cavanlarının ağasını qətlə yetirsin. İnni ufəkkiru fi əmri. Əətrukür rey, bərreyyu məniyyəti, muniyyəti. Mən düşünürəm, bax o da düşündü.
Möhtərəm izləyicilər. O da düşündü. Mən deyir, düşünürəm, inni ufəkkiru. Mən düşünürəm öz işim barəsində. Qalmışam iki yol ayrıcında. Mən Rey məmləkəti, çünki arzusu idi İran, Rey məmləkətinin valisi olmaq. İbn Ziyad da ona söz vermişdi ki, sən İmam Hüseyin əleyhissalamı, yəni ki, sən Hüseyin ibn Əlini öldürsən, bu məsələni həll eləsən, mən yazacağam ki, Yezidə, bəli, sən olacaqsan, Rey məmləkəti sənin ovucunda, əlində olacaqsan, olanın hakimi, onun valisi. Düşündü ki, mən arzularımın bir addımlığındayam. İndi öz arzumdan vaz keçim, qəbul etməyim bu təklifi, hansı ki, mənim gecə-gündüz arzularım olubdu bu. Yoxsa ki, qəbul edim, yetişim arzuma, amma necə yetişim? Əqtulu Hüseynən. Peyğəmbərin ciyərparəsini, cənnət cavanlarının ağasını öldürməklə, onu öldürüm, onun qatili olum, öz məqsədimə, arzuma yetişməkdən ötər. Qalmışam. Düşündü, möhlət istəmişdi, aldı möhləti və düşündü, amma necə nəticə çıxartdı? Dedi ki, bəli, belə eləyim. Mən bu cinayəti, yəni İmam Hüseyin əleyhissalamın üzərinə geçsin ki, onu ilə düşmənçilik eləsin. Ki, sonra da tövbə eləyərəm bizim sözlə, onun üçün dua eləyərəm, onun üçün Quran oxuyaram, nə bilim filan. Yəni bu kimi sözlərlə Allah tövbələri qəbul eləyəndir, Allah mehribandır, filan, bəli, bu kimi işlərlə, bəli, belə düşündü, belə nəticə çıxartdı. Oldu əbədi bədbəxt. Zalimlərdən oldu, Ali Muhammedin düşmənlərindən oldu. İmam Hüseyin əleyhissalatu vəssalamın üzərinə qılınc çəkdi. Bu cürə düşünmək yox. Hansı düşünməkdir 60 il ibadətdən əfsəl? Misal, məsələn, Hürr ibn Yezid Riyahi, Allah rəhmət eləsin. Hürr kimi şəxsin düşünməyi. O da məmur ki, yəni ki, əmr almışdı, göstəriş almışdı. Məmur olmuşdu ki, İmam Hüseyin əleyhissalamın qarşısını kəsdi. Onu təslim götürsün. Mani olsun, qoymasın Kufaya gəlməyə. 1000 nəfər əskərə orduya başçılıq edirdi. Qaldı, gördü ki, bəli, vuruşmaq var. İmam Hüseyin əleyhissalam təslim olmayacaqdı Yezdə. Və mən də onu ilə vuruşmalıyam. Düşündü, nə dedi? İnni uxayyiru beynəl cənnət və nar. Mən qalmışam cənnət və cəhənnəmin arasındayam. Cənnət, İmam Hüseyin əleyhissalamın yanında yer almaq, cənnət cavanlarının yanında yer almaq, əba əhlinin beşincisi olan, Peyğəmbər əleyhissalamın qəlbinin meyvəsi olan, Peyğəmbərimizin gözünün nuru olan, Əli və Fatimənin ciyərparəsi olan, Allahın salamı olsun onlara, İmam Hüseyin əleyhissalamın yanında yer almaq, cənnətdə olmaq və İbn Ziyad kimi məlunun göstərişinə əməl eləmək, Yezidin istədiyini həyata keçirmək cəhənnəmdir. Cənnət, cəhənnəm arasında qalmışam. And olsun Allaha, heç bir şeyi mən cənnətə, behişdə dəyişmərəm. Nəticə çıxartdı. Düşündü, nəticə çıxartdı. Hansı nəticəni çıxartdı? Peyğəmbər balasının yanında oldu. Əbədi səadətə yetişdi. Kərbəla şəhidlərindən biridir ki, hansı ki, bütün iman əhli 1400 ilə yaxındır keçibdir və qiyamət gününə qədər davam eləyəcək ki, gedib hər bir möminlər, şah olsun, gəda olsun, fərq etməz, gedib qalır onun qəbri huzurunda, yanında deyir, Əssalamu aleykə ya nasirə Resulillah sallallahu aleyhi və aleyh. Ey Peyğəmbərin köməkçisi, salam olsun sənə. Ey Əmirul Müminin Həzrəti Əlinin köməkçisi, salam olsun sənə. Ey Fatimə-i Zəhra salamullah aleyhanın köməkçisi, salam olsun sənə. Ey İmam Hüseynə yavər olan, kömək olan Hürr, salam olsun sənə. Böyük bir feyzə çatdı. Əbədi səadətə yetişdi. Bəli ki, dəyərli bacı qardaşlarım, bir saat düşünmək 60 il ibadətdən əfsəldir və bu cürə düşünmək. O düşünmək ki, insanı əbədi səadətə yetirər. Allahın rızasına aparar. İnsan oturar, düşünər, mənim gör neçə yaşım var, mən hələ də Allahdan qafil, mən hələ də başım qarşıbdır dünyaya, dünya işlərinə, axirət əməlləri qalıbdır. Ölüm var,
dünyadan köçmək var, hesab var. Bu cürə düşünmək və gözəl Allah istəyən nəticəni ələ gətirmək 60 il ibadətdən əfsəldir. Məhz bu cürə düşünmək. Allah'ın verir İzzət-i Cəlalına, İlah Pərverdigara. Ali Muhammedin yolunda bizləri sabit qədəm elə, bizləri təfəkkür, dərin düşüncə sahiblərindən bizləri qərar verginən. Növbəti verilişlərdə görüşmək ümidi ilə sizləri Allah'a tapşırıram. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.